Axşamınız xeyir olsun köhnələr. Bu gün çox gözəl bir tədbirdə iştirak elədik. Tədbir birbaşa həsr olunmuşdu. Azərbaycanın arxitekturasına, Bakı şəhərinin arxitekturasına, yəni bizim çox görkəmli, adlı, sanlı memarlarımıza və həmən tədbirdə keçirildi içəri şəhərdə yerləşən Qurban Seyid restoranında. Buradan mən xüsusən Səbinə xanıma öz təşəkkürümü bildirmək istəyirəm ki, bu cürlə möhtəşəm tədbirə məni dəvət elədi. Doğrudan da burada bu dəqiqə oturub qulaq asanda, bax hələ tədbir davam eləyir, əslində onun sonudur. Buyurun mən sizə göstəreyim. Yəni tədbirin də əsas qəhrəmanı bizim görkəmli igidimiz Fuad Axundov idi. Yəni ki, onun nitqinindən, onun danışığından şəxsən mən özüm üçün çox böyük bir yeniliklər əldə etdim. Həmçində mənə şəxsən, yəni öz işimdə, öz tuttuğum yolda bu daha bir çox ilham verdi, stimul verdi. Bu qədər Qurban Seyid restoranında qəlbdən qəlbə